Bismillahirrahmanirrahim. Bir çox məsələlər var, bir çox günahlar var, bir çox çirkin işlər var ki, Allah Teala bəndəsini bağışlamaq üçün onun bəzən bəhanələrini nəzərə alır ki, biz onların sıralama olaraq adlarını çəksək barəsində danışsaq, vaxtımız çox gedər deyənə danışmırıq. Bəzən Allah Teala özü bəndəsinə şərait yaradır ki, bir bəhanə gətirməklə onun bəhanəsinə əsas götürür, günahlarını bağışlasın. Amma üç yeri var ki, Həzrət Peyğəmbər sallallahu aleyhi buyurur, o halda Allah Teala öz bəndəsinə bəhanə yeri qoymağa icazə verməyib. Hansı yerlərdə olar? Diqqət olunması məsələ budur ki, və günümüzdə, zamanəmizdə də bizim hər birimizə lazım olan və həyata keçirməyə zəruri olan bir məsələdir. Buyurur ki, Əl-vəfa'u li-muslimin kânə əv kafirin. Allah Teala rüsxət qoymuyor. Birincisi budur ki, əhdə, verdiyin sözə sadiq olmaq, vəfalı olmaq, əhdə vəfalı olmaq. Hətta kiminlə əhd bağlamısan, kimliyindən asılı olmayaraq li-muslimin kânə əv kafirin, istər müsəlman olsun, istər kafir olsun. Əgər söz vermisənsə, gərək yerinə yetirəsən. Əgər əhdi pozarsansa, Allah Teala burada bəhanə yeri qoymayıb. İkincisi və bərrul valideyn, muslimeyni kana əv kafirin. Valideynə yaxşılıq eləmək. Valideynin xidmətində dayanmaq, valideynə yaxşılıq eləmək, qulluğunda dayanmaq, hətta valideyn müsəlman olsa və yaxud kafir olsa fərq eləmir. Hətta kafir də olsa belə hər bir müsəlmanın borcudur ki, öz valideynin xidmətində dayansın. Əgər dayanmasa, əks çıxsa, aq valideyn olsa, burada da Allah Teala rüsxət qoymayıb. Və üçüncüsü və əda'ul əmanəti li muslimin kana əv kafirin. Əmanəti öz sahibinə qaytarmaq. Əgər kimsə sənə bir əmanət eləyibsə, bir şey qoyubsa sənin yanında, onu gərək qoruyub saxlayasan və ta sahibi gəlib çatana qədər. İndi sahibi onun istər müsəlman olsun, istər kafir olsun. Baxın, üç məsələdir. Biri əhdə vəfalı olmaq, Allah bəhanə yeri qoymayıb. Biri valideynə yaxşılıq eləmək, yenə də bəhanə yeri qoymayıb. Və biri də əmanəti öz sahibinə qaytarmaq. Yenə də Allah Teala burada da bəhanə yeri qoymayıb. Çox incə bir məsələdir ki, əmanəti qoruyub saxlamaq, onu səndən almaq istəsələr, onun üstündə vuruşmalısan belə, ta sahibinə çatdırına qədər. Hətta vuruşub bu yolda, bu əmanəti qorumaq uğrunda öldürülsən belə, Allah Teala sənə şəhid savabı verir. Görün, dinimizin, Allahın lütfüne, dinimizin gözəlliyinə, incəliyinə baxın ki, Allah Teala bir dənə kafirin, onu tanımayan bir bəndəsinin, onu inkar edən bir bəndəsinin əmanəti ki, sənin yanındadır, onun əmanətini qorumağı səni vacib eləyib, amma sən də həmin əmanəti qoruma uğrunda, kafirin əmanətini qoruma uğrunda şəhid olursan, dünyadan köçsən, Allah Teala sənə şəhid savabı verir. Bu da bizim dinimizin bir gözəlliyidir və Allahın lütfüdür, mərhəmətidir.